Plastik tullantıların idarə olunması ilə bağlı forumun iştirakçısı olduq və bir müddət öncə təqdimatını etdiyimiz Kart to Art layihəsini burada bir daha forum iştirakçılarına təqdim etdik. Hal-hazırda mənim yanımda bu layihəyə dəstək verən Azərbaycan Jurnalistlər Şəbəkəsinin rəhbəri Ayaz Mirzəyevdir və Ayaz da artıq bu qutulara öz töhfəsini vermiş olur layihəyə, öz maaş kartını. Bəli, mənim vaxtı keçmiş bir kartdır və mən düşündüm ki, bu layihə çox önəmlidir. Bəlkə kimin üçün isə çox sadə bir layihə kimi görsənə bilər, amma mənə elə çox vacib bir layihədir. Demək olar ki, hamımızda kart var, onların bir çoxu vaxtı keçir, onlar artıq istifadəyə yararsızdır. Ona görə də onların gələcək aqibəti bax belə olmalıdır. Kart to Art. Bəli, Ayazın bu kartı gələcəkdə hansısa bir sənət əsərinə çevriləcək və hər kəsdə qeyd olunduğu kimi müxtəlif kartlar var ki, o kartları gələcəkdə bir müddət sonra bu qutuları harda görsəniz, istifadəyə yararsız olan kartlarınızı bu qutuya ata bilərsiniz. Təşəkkür edirik, minnətdarıq. Ayaz bəy, çox sağ olun. Çox sağ olun dostlar.